Xoş gördük əziz dostlar. Yenə də Kitabxana rubrikasında mən Rusi Hüseynov və Mən Murad. bizim mövzularımız bitmir. Hər dəfə yeni hansısa bir maraqlı məsələ ortaya gəlir və biz çalışırıq ki, onları başa düşdüyümüz tərzdə təhlil eləyək, eyni zamanda tamaşaçılara çatdıraq. Son günlərdə yəqin ki, sən də, bizi izləyənlər də razılaşar ki, dünya gündəmini zəbt eləmiş, böyük bir sensasiya yaratmış əməliyyat keçirildi. Hörümçək toru kod adı verilmiş hərbi əməliyyat Rusiya-Ukrayna müharibəsində məni ən çox təəccübləndirən səhifələrdən biridir. Düzdür, başqa bir neçə əməliyyat da var ki, onlar da belə deyim, kreativliyinə, orijinallığına görə fərqlənirdi. Amma bu həqiqətən də neçə illərdir müharibələri izləyən hərbi ekspertləri belə təəccübləndirdi. Bəziləri yazır ki, bir sıra filmlərə layiq olan ssenari təklif eləyəcək bir əməliyyatdır. Əvvəlcə giriş olaraq bunu deyim ki, Ukrayna xüsusi xidmət orqanları Rusiyanın dərinliklərində bəzi hallarda münaqişə zonasından bir neçə min kilometr aralıda yerləşən aerodromlarda Rusiyaya zərbələr endirdilər. Rusiyanın strateji bombardmançı təyyarələrinin bir neçəsi sıradan çıxdı və ümumilikdə Rusiya cəmiyyətində həm şok effekti yaratdı, həm də onları müəyyən bir psixoloji sarsıntıya məruz qoydu. Murad, əvvəlcə əməliyyatın gedişatından danışaq. Nə baş verdi, harada baş verdi, daha sonra onun nəticələri və təsirlərini müzakirə edərik. Deməli, bu hadisələr Ulusal Bazar günü baş verdi, iyunun 1-i və ki, bu əməliyyatdan sonraki çıxışında Prezident Zelenski bildirmişdi ki, əslində əməliyyat il yarım ərzində planlaşdırılırdı. Bu həqiqətən yəni çox böyük bir planlaşdırma horizontu deməkdir, birincisi. Bu da əslində məncə niyə vacibdir? Onun vurulması. Onsuz da yəni bəllidir ki, indiki dünyada məlumatları çox da gizli şəkildə saxlamaq mümkün deyil. Onsuz da ruslar araşdırıb, onun detallarını öyrənib biləcəkdilər. Əslində ona görə Ukrayna tərəfinin bunu açıqlaması məncə o da aydındır. Məsələn, bu da mesaj odur ki, yəni Ukrayna dövləti, məsələn, bir çox ittihamlara rəğmən ki, əslində Ukrayna korrupsiya əziyyət çəkir, əslində ona göstərilən kömək talanır və effektiv şəkildə müdafiə, müharibə marşrutunu təşkil edə bilmir. Yəni, bu məsələn, əslində bu əməliyyatı etməklə göstərir ki, əksinə, ən azı belə bəzi istiqamətlərdə həqiqətən çox böyük konsentrasiya, uzun müddətli düşüncə tələb edən bir belə işlər görə bilir. Yəni, bu ona görə məncə artıq təqdirə layiqdir. Əməliyyatın özü necə oldu? Əslində, Ukrayna Rusiyanın daxilinə ilk öncə öz FPV dronlarını çatdırıb. Yəni, o hansı yolla çatdırıb, kəşfiyyat işləri təbii ki, heç kim onu açıqlandı. Yəni ki, bir 10 il, bəlkə də 30-40 ildən sonra o nə vaxt söylənəcəkdir. Nəticə odur ki, bu məsələn FPV-lər tır maşınlarına yerləşdirildi, yük maşınlarına və sonra uzaq məsafədən hərəkətə gətirildi. Və böyük ehtimal o maşınların sürücüləri heç nə daşıdığını bilmirdilər. Və əslində hücum 5 istiqamətdə baş verdi. Sadəcə 3 istiqamətdə ya Rusiya müdafiə sistemləri kifayət qədər effektiv işlədi və onu qarşısına ala bildi. Ya da ki, məsələn, mən bilən ən azı bir şəkildə bu yük maşını vaxtdan öncə partladı və məsələn, dronlar da öz funksiyasını yerinə yetirə bilmədi. Nəticə itibarilə ancaq 2 istiqamətdə bu hücum baş verdi. Biri Murmanskda, Rusiyanın şimal-qərbində, çox strateji bir istiqamətdə, Arktika çıxış olan bir limanda, NATO sərhədindən çox yaxın olur Murmansk. Əslində, bu da Rusiyaya strateji sualtı donanmasının əsas bazasıdır. Digəri də İrkutsk vilayətindədir. Orada da onlarla
yəni strateji bombardman dairəsi saxlanılırdı. Yəni əslində məsələn niyə bu əməliyyat o qədər vacibdir? Çünki məsələn bu məhv olunan təyyarə əslində olan sayı yəni böyük ehtimal harasa 20 civarındadır. Düzdür, Ukrayna tərəfi 40 demişdi. Rusiya ancaq 6 ya 7 də təsdiqləyib. Yəni müstəqil kəşfiyyat mənbə deyir ki, yəni harasa 20 təyyarə məhv oldu. Yəni bunların hamısı strateji aviasiya təmsil edir. Bu da deməkdir ki, bunlar birbaşa olaraq yəni strateji nüvə başlığının daşıya biləcək təyyarələr. Daşıya biləcək təyyarələrdir və ümumi olan Rusiyanın iqtidarında olan yəni ümumi sayı hardasa 120, 125, 126-dır. Bu da deməkdir ki, yəni təxminən 15%, 15% məhv oldu və ondan bir məsələ vurğulayım ki, bu cür təyyarələr hal-hazırda istehsal olunmur Rusiyada. Yəni mən bildiyim qədərilə yəni ki, texnoloji imkanlar ona imkan verir. Çox sağ ol Murad. Əvvəlcə sənin dediklərinə bir-iki kəlmə əlavə eləyim ki, həqiqətən də sən dedin ki, ilkin planda 4-5 istiqamətdən hücum nəzərdə tutulurdu. Hətta 2 istiqamətdəki əməliyyat uğurlu olsa belə, yenə də onu sinxronlaşdırmaq çox əziyyət tələb edir. Eyni vaxtda bütün bunların hamısını havaya qaldırmaq, sonra təyyarələrə hücum eləmək istənilən halda, yəni bir çox insanları təəccübləndirmiş bir hadisə baş verdi. Mən müəyyən suallar da eşitdim internetdə ki, necə ola bilər ki, Rusiya təyyarələri anqarda yox, elə ortalıqda, aerodromda nəzarətsiz şəkildə, müdafiəsiz şəkildə qalıb və ona görə də çox zəif bir hədəfə çevrilmişdilər. Əvvəlcə ondan başlayaq ki, Ruslar sırf Ukrayna hücumundan narahat olduqları üçün onları Rusiyanın Avropa hissəsindən daha təhlükəsiz hesab etdikləri daxilə doğru. Məsələn, Irkutsk harada yerləşir? Sibirdə faktiki olaraq. Cəbhə xəttindən 3-4 min kilometr aralıdadır. Daha çox məncə. Yəni Irkutska ilə təkcə Moskvadan uçuş vaxtı arası 6 saat çəkilir. Ona görə düşünürdülər ki, ora Ukrayna silahlarının fiziki olaraq çatması mümkün deyil. Anqar tikilməsi də ola bilsin xərcə görədir, amma başqa bir versiya da var ki, ABŞ-la Rusiya arasında mövcud olan razılaşmaya görə bu cür nüvə daşıya biləcək strateji təyyarələr, onlar daima demək, monitorinq oluna bilsin deyə həmişə açıq belə sahədə qalmalıdırlar. Və ruslar da bunun, belə deyim də, bədəlini də çəkilir. Ola bilsin ki, gələcəkdə hətta Amerika ilə Rusiya arasındakı bax, bu müqavilələrdə belə müəyyən əksini tapmış olacaq bu əməliyyatın nəticəsi. Amma əməliyyatın hərbi nəticələri haqqında sən dedin, indi ola bilsin ki, qarşıdakı günlərdə daha çox məlumat biz biləcəyik ki, həqiqətən də hərbi olaraq Ukrayna üçün bu nə deməkdir. Amma psixoloji təsiri həddindən artıqdır. Çünki Rusiya efirlərində, kanallarında olan bu təəccübü, qəzəbi görürdüm. Xüsusilə bu Z propagandaçılar adlanan, hərbi müxbirlər adlanan və ura patriotlardan ibarət bu qatı demək, vətənpərvərlər, onlar həm hisli idilər Ukraynalılara, həm özününkilərə qəzəbli idilər ki, bax, belə bir şeyi, uğursuzluğu kimin adına, kimin ayağına yazmaq olar. Ona görə də psixoloji baxımdan mən düşünürəm ki, Rusiyanın hərbi siyasi establishmenti üçün çox böyük bir zərbə oldu. Mən razıyam, təbii ki. Və məncə hələ biz bunun nəticələrini indidən demək bəs çətindir. Çünki məsələn, burada çox şəxsəl olacaq təbii ki, Rusiya hökumətinin reaksiyasından, məsələn, əslində məncə Ukraynanın hesablaması belə idi də. Yəni birincisi, bir tərəfdən Ukrayna dediyim kimi, ciddi şəkildə müqavimət göstərə bildiyini, Rusiyaya həqiqətən çox strateji zərbələr endirə bildiyini göstərdi. Və bununla da elə bil ki, qərbdən elə bil ki, daha çox kömək almaq, yəni istəyənin lehinə mühüm bir arqument irəli çəkdi. Yəni mənim fikrimcə məsələn bu həqiqətən vacib idi. Çünki bu da olsun bir çox qərb ölkələrində
Ukrayna skeptik baxan məsələn güvənləri artmaqdadır. Elə Trumpdan başqa məsələn elə Avropa özündə də məsələn götürsək, yəni Polşada, yəni o kimi Macarıstan çoxdan belə mövqedə idi. Amma yəni indi məsələn Almaniyada, Fransada da bu cür güvələr əslində məsələn kifayət qədər populyardır. Və məsələn bu həmişə olan əsas argumentlərdən biri o idi ki, məsələn Qərb Ukraynaya boş-boşuna öz vəsatını xərcləyir ki, əslində Ukrayna onsuz da Rusiyadan qalib gələ bilmir və s. İndi digər tərəfdən təbii ki, məsələn Rusiya olan mesaj odur ki, bilirsiniz ki, əslində Rusiya təkcə Ukraynada yox, məsələn Qərblə əslində mübarizə aparır bu dəqiqə. Məsələn Putin açıq-aşkar deyirdi ki, biz məsələn NATO-ya kollektiv Qərb deyirdi həmişə bir ultimatum irəli saldıq. O vaxt hələ 2020-ci ildə. Yəni ki, Rusiya ümumiyyətlə NATO-dan yəni ənənəvi təsir bölgəsi hesab etdiyi Şərqi Avropa postda ölkələrdən NATO-nun çəkilməsini istəyirdi. Və məsələn ona görə təbii ki, məsələn Rusiyanın bu strateji yəni gücləri əsasında bu nüvə triadası deyilən bir şeydə. Təbii ki, məsələn bu məsələdə birbaşa rol oynayır. Əgər məsələn Rusiyanın bu strateji triadası olmasaydı, heç bir ümumiyyətlə Rusiyanın qlobal güc kimi nəzərdə tutmazdıq da, təbii ki də. Yəni ki, əsas bunun argumenti odur da. Və ona görə məsələn Ukrayna göstərir ki, əslində əgər Rusiya müharibə davam etsə, yəni geri addım atmaq istəməsə, Ukrayna məsələn belə zərbələrlə ümumiyyətlə Rusiyanın uzunmüddətli ümumiyyətlə gücündən məhrum edə bilər getdikcə. Təbii ki, yəni biz demək ki, məsələn bu cür əməliyyat təkrar edə bilərmi yoxsa yox? Əlbəttə ki, ondan sonra Rusiya müdafiəsini gücləndirəcək, yəni yəqin ki, orduda, yəni ki, bir çox vəzində bu yəni müzakirələr gedir ki, biz necə gələcəkdə özümüzü sığortala bilərik. Amma bir şey deyim də, onsuz da inanmıram ki, çox adam məsəl üçün bir ay əvvəl deyə bilməzdi ki, elə bir şey mümkündür. Yəni 3 il keçdi müharibədən də. Təbii ki, Rusiya da eyni Rusiya deyil. Əlbəttə orada müəyyən hərbiləşmə getdi dövlət içində, amma yenə də baş verdi. Deməli, məsələn Rusiya məsələn bir şərait tapsa da heç kim məsələn qərar verə bilməz ki, bir il sonra Ukrayna başqa bir elə bir ki, yəni plan hazırlayıb, məsələn başqa cür ziyan vura bilməz də. Yəni əsas odur ki, Ukrayna üçün indi 2 dənə məsələ vacibdir. Birincisi, uzun müddətli müharibə aparmaq qabiliyyəti. Ki, elə bir ki, Rus təzyiqi altında bu şey sınmayacaq, yəni çökməyəcək. Və ikincisi də ki, yəni belə arada bir belə zərbələr vura bilmək. Yəni məncə əgər məsəl üçün özümü Rusiya liderliyi yerində təsvir etsəm, əgər məsəl üçün Ukrayna hər iki bu məsələdə öz effektivliyi göstərə bilsə, artıq məncə müharibəni dayandırmaqdan düşünməyə dəyər yəni Rusiya üçün. Mən sənə razıyam bir neçə istiqamətdə. Çünki birincisi bu Rusiyaya böyük bir zərbə oldu, xüsusilə özünün qlobal güc reputasiyasına həmişə çox həssaslıqla yanaşan Rusiyaya bax belə bir nüvə triadası deyirsən, hava, quru və su qoşunlarına bax belə zəif olduğunu göstərmək sözsüz ki, onlar üçün bir ingiliscə yaxşı bir termin var, humiliation oldu, yəni biabırçılıq oldu və indi yəqin ki, Kreml rəhbərliyi həm öz daxilində, həm də ictimaiyyətə açıqlamalar vermək üçün indi çalışır ki, müəyyən düzgün ifadələri tapsın. Eyni zamanda mən razıyam ki, xarici qüvvələri də Ukrayna öz qabiliyyətini göstərir. Çünki bu əməliyyatdan sonra müəyyən memlər çıxmışdı ortaya və Trumpa Zelenskinin əslində əlində hələ də kartlar olduğunu göstərən belə müəyyən maraqlı şəkillər buraxmışlar internetə. Və paralel olaraq unutmayaq ki, bu hörümçək toru əməliyyatı baş verən zaman sinxron olaraq Ukrayna həm Rusiya daxilində, həm də Rusiya tərəfindən işğal olunmuş ərazilərdə mühüm yol, nəqliyyat infrastrukturlarını da dağıtdı. Krım körpüsünü, sonra Bryanskda yol qovşaqlarını və s. Və bunu göstərir ki, Ukraynalılar hətta gələcəkdə bax bu cür az qala bunu qeyri-ənənəvi müharibə deyək, partizan müharibəsi, hibrid müharibə, informasiya savaşı və s. Bu şeylərlə Rusiyaya hər dəfə belə çox iti zərbələr vura bilər. Əslində məsələn məncə bu çox vacibdir həqiqətən. Əgər Ukraynanın məsələn Rusiyaya qarşı nə deyək, bir hər tərəfli və yəni
o fundamental bir infrastruktur müharibəsinə girməyə çalışsa, yəni bu da konfliktin gedişatını çox dəyişə bilər. Əslində məsələn bəzi rus blogerlər, yəni ekspertlər çox da yazırlar ki, məsələn Ukrayna yerində mən ilk öncə Rusiyanın infrastrukturunu hədəfləyərdim. Çünki yəni bu əslində Rusiyada məsəl odur ki, öz ərazi böyükdür. Bir tərəfdən bu bəlkə Rusiyanı məsəl üçün birbaşa işğaldan qoruyurdu həmişə, tarixən. Çünki böyükdür, məsələn ona o tutmaq sadəcə bəli, yəni tutmaq sadəcə güc yəni yoxdur. Məsələn xarici ordularda digər tərəfdən bu Rusiyanı infrastruktur baxımından həssas edir də. Çünki məsələn bəzi bir neçə məsələn strateji yolun, körpünün məsələn aviasiyanın yəni dağıdılması yaxud məsələn zəiflənməsi təbii ki, məsələn birbaşa dövlətin yəni bütün elementlərinə təsir göstərəcək. Eləcə də artıq insanların gündəlik həyatına təsir edəcək. Və ümumiyyətlə Sivəsdən mən sənə soruşmaq istəyirdim. Səncə bundan sonra yəni Moskva yəni eskalasiya gedəcəkmi, yoxsa əksinə bəlkə bu da bir növ ambisiyalarını azaltmağa bir səbəb olacaq? Elə mən bu sualı istəyirdim tamaşaçılara da ünvanlayaq. Çünki artıq yavaş-yavaş söhbətimizi yekunlaşdırmaq üzrəyik. Ümumiyyətlə fikirləşirəm ki, Ukraynanın Rusiyanın başına hördüyü bu hörümçək torunun əks-sədası hələ gələcək və bu əməliyyatdan dərhal sonra İstanbul görüşündə Rusiya nümayəndə heyətinin üzvlərinin simalarına baxanda da onların hansı əhval-ruhiyyədə olduğu görünürdü və sözsüz ki, bu danışıqların gedişatına təsir göstərəcək. Çünki Rusiya rəhbərliyi özü də başa düşür ki, Ukraynanın əlində də oynayacağı hələ kartlar var. Və açığı sonda bir də məsələ toxunmaq istəyirdim də. İndi Rusiya-Ukrayna yəni müharibəsinin gedişatı onsuz da yəni bu çox mürəkkəb məsələdir ki, düzdür, əslində Putin faktiki olaraq bəyan etdi ki, bu danışıqların indiki formatından Rusiyaya çıxır. Çünki yəni Ukraynanı terrorda ittiham etdi və bu da məsələn onun fikrincə də göstərir ki, Ukrayna sülh istəmir. Yəni məsələn bu qədər. Amma digər tərəfdən də məsələn bu məncə birbaşa məsələn Rusiyanın digər qonşu dövlətlərinə də müəyyən problemlər yarada bilər. Məsələn bir çox mənbələr qeyd edilir ki, məsələn həmin o dron məsələn hücumda istifadə olunmuş dronlar Çelabinskdə məsələn yerləşən hansı bir tərk olunmuş bir binada idi, həmin o istehsal yeri. Çoxları vurğulayırdı ki, bu yəni həmin bu məkan Qazaxıstan sərhədinə çox yaxındır. O da ki, məsələn, Qazaxıstan sərhədi, Rusiya sərhədi dünyada mənbələr ikinci ən uzun sərhəddir. Və onlar da məsələn qeyd edirlər ki, bu uzundur, yaxşı qorunmur, kifayət qorunmur. Eyni zamanda məsələn bəziləri qeyd edir ki, Qazaxıstan son vaxtlar məsələn Türkiyə ilə, Böyük Britaniya ilə məsələn ölkələrlə yaxınlaşır və elə bir məsələn nəticə çıxartmaq olar ki, məsələn Rusiya sabah bəlkə məsələn Qazaxıstandan bu fürsətdən istifadə edib məsələn daha hansı yəni hansı təhlükəsizlik qaransiyalarla, inspeksiyalar bəlkə də məsələn istəyəcək və ya məsələn hansı birgə sərhəd patrulu və s. məsələn bu kimi mexanizmlər yaratmağı tələb edəcək də. Yəni səncə bu nə qədər böyük risklər? Məsələn bizim üçün məsələn bu nə risklər yaradır? Sözsüz ki, bu Rusiya daxilində paranoyanı artıracaq. Ola bilsin ki, bundan sonra başlayacaqlar küçədəki hər bir yük maşınını yoxlamağa. Eyni zamanda öz xarici qonşularına qarşı da Rusiyanın inamsızlığını gücləndirəcək. Çünki aydın məsələdir ki, heç bir dövlət postsovet məkanında Rusiya ilə birbaşa konfrontasiyaya getmək istəmir, amma eyni zamanda Rusiyaya imkan daxilində bax bu cür zərbələr vurmaqdan da yayınmaya bilər. Yəni belə ola bilər ki, müxtəlif ölkələrdə Ukraynaya simpatiya bəsləyən və ya Rusiya əleyhtarı olan hansısa qruplaşmalar olsun, onlar bu prosesdə Ukraynaya müəyyən qədər yardım eləməyə hazır olsunlar. İndi ona görə də Rusiya siyasi establishmentində həm ölkə daxili, həm də ölkə xarici ilə bağlı müəyyən bu narahatlığı və inamsızlığı gücləndirəcək. Belə, çox sağ ol Murad. Çox sağ ol. Tamaşaçılara da səbirlə bizi dinlədiklərinə görə təşəkkür edirəm və növbəti Topxanayadək.